Salam əziz həmkarlar. Canlılarda qidalanma 10-cu sinif izahına baxırıq. Ümumilikcə, insan orqanizmdə bioloji proseslərin hər biri üçün enerji lazımdır. Bəs biz enerjini haradan alırıq? Enerji qidalanma ilə ödənilir. Yəni, bütün canlılar yaşamaq üçün qidalanmalıdır. Qida maddələri orqanizmin qurulmasına sərf olunur. Qida maddələri orqanizmin böyüməsinə, inkişafına sərf olunur. Ümumilikcə canlılarda iki tip qidalanma növü var, yəni iki qrup. Bunlar avtotrof, bir də heterotrof. Avtotrof qidalanma əsasən özü hazırlayır qidalanı. Heterotrof isə hazır üzvü maddə ilə qidalanır. Avtotroflar özü bölünür fotosintez edici, xemosintez edici. Fotosintez edici üzvü maddə hazırlamaq üçün günəş enerjisindən istifadə edir. Xemosintez edici üzvü maddə hazırlamaq üçün kimyəvi enerjidən istifadə edir. Heterotrof da özü bölünür saprofit, bir də parazit. Təbiətdə bəzi canlılar həm avtotrof, həm də heterotrof yolla qidalanır. Belə canlılar miksotrof adlanır. Bunlara Evglena, Nepenthes və milçək tutan aiddir. Fotosintez edicilər xlorofilə malik olan canlılardır. Əsasən bunlar karbon qazı, CO2 və sudan istifadə edərək hazır üzvü maddə əmələ gətirir. Bunlara da yaşıl Evglenanı, volvoksu, bakteriyaları, bitkiləri misal göstərmək olar. Xemosintez edicilər bakteriyalardır. Bunlar üzvü maddə hazırlamaq üçün kimyəvi rabitə enerjisindən istifadə edir. Yəni, qeyri-üzvü maddədən üzvü maddə sintez edir. Bu zamanda kimyəvi enerjidən istifadə edir. Buna kükürt bakteriyaları misal göstərə bilərik. Yəni, element adı ilə aid olan bakteriyalar xemosintez edicilərdir. Rəng adına aid olanlar, məsələn, yaşıl bakteriya, qırmızı bakteriya, bunlar artıq fotosintez edicilərdir. Saprofitlər nədir? Hazır üzvü maddələrlə qidalanır, canlılara ziyan vermir. Əsasən bu cür qidalanmaya bakteriyanı və göbələyi misal göstərə bilərik. Bəs parazitlər nədir? Canlı orqanizmdə qidalanır, yəni canlı orqanizmdə yaşayır. Onlar sahib orqanizmdə qidalanırlar, ifrazat məhsulları ortaya çıxır və xəstəliyi törədirlər. Əsasən buna da bakteriyalar, göbələklər, bitki və heyvanlarda rast gəlinir. Viruslar da canlı orqanizmlərdə parazitlik edir. Ümumilikcə, qidalanma həzmə görə, belə deyək də, əksər çoxhüceyrəli heyvanlarda qida maddələri mənimsəmək üçün həzm orqanları birləşib həzm sistemini əmələ gətirir. Yəni, qida maddələri həzm orqanına kənardan daxil olur, burada həzm olunur, sorulur və qalıqları xaricə atılır. Əsasən bunlar da fiziki və kimyəvi cəhətdən dəyişikliyə uğrayırlar və bu cür dəyişiklik mexaniki və kimyəvi həzm prosesi ilə baş verir. Mexaniki həzm nədir? Mexaniki həzmdə qida fiziki cəhətdən dəyişikliyə uğranılır, islanılır, bir də xırdalanır. Buna misal olaraq birinci dişləri misal göstərə bilərik. Ağız boşluğunda qida sulanır, islanır, dişlər vasitəsilə xırdalanır. Bu olur mexanik həzm. Ağız boşluğunda qismən kimyəvi həzm gedir ki, buna da misal olaraq karbohidratı göstərə bilərik. Ümumilikcə, xərçəngin mədəsinin böyük hissəsi, məməlilərdə dişlər, quşlarda mədənin əzələli şöbəsi qidanı xırdalamağa kömək edir. Yəni, bu prosesdə fermentlər demək olar ki, yoxdur. Əlavə olaraq öd özü yağ damlasına təsir göstərmək mexanik həzmdir. Yəni, bu nədir? Bu düşünün ki, böyük bir yağ damlasıdır. Bunu xırda yağ damlasına parçalayan öddür. Bu olur mexanik həzm. Bu xırda yağ damlaları da yağ turşusuna və gliserin molekullarına parçalanır. Artıq bunu yağ turşusuna, gliserin molekullarına parçalayan kimyəvi həzmdir. Böyük bir vərəq düşünün. Bu vərəqi xırdalığa qədər parçalayırıq. Bu xırda parçaladıqlarımız olur mexanik həzm. Yəni, vərəq ilə vərəqdir də, sadəcə mən onu bölüşdürürəm. Bu mexanik həzmdir.
Amma o vərəqi yandırıb kül eləsəm, artıq kimyəvi əzm olacaq. Eynən burada da yağ damlasını, böyük bir yağ damlasını xırda yağ damlalarına parçalayır. Yəni hər hansı bir dəyişikliyə uğratmır. Sadəcə böyük yağ damlasıdır, bunu xırdalıqlara qədər parçalayır. Öd vasitəsilə. Bu olur mexanik əzm. Amma lipaza fermentinin təsiri ilə bu xırda yağ damlaları da yağ turşusuna və gliserinə parçalanır. Bu artıq olur kimyəvi əzm. Kimyəvi həzmdə müəyyən fermentlər iştirak edir. Ümumilikcə dedik həzm mexaniki əzm, bir də kimyəvi əzm olmaqla iki hissəyə bölündü. Kimyəvi həzmdə 3 yerə bölünür. Hüceyrə xarici, membran, bir də hüceyrə daxili əzm. Hüceyrə xarici həzm nədir? Qida maddələri hüceyrə xaricində həzm olunur. Yəni fermentlər hüceyrənin xaricinə ifraz edir. İri molekullu maddələr həzm olunaraq hüceyrə daxilinə keçə biləcək hara düşür. Bu onurğalılarda və onurğasızlarda rast gəlinir. Membran həzm nədir? Bağırsaq xovlarının divarındakı fermentlərin hesabına qida maddələri daha kiçik hissələrə parçalanır. Bu da onurğalılarda və onurğasızlarda baş verir. Hüceyrə daxili həzm, hüceyrə daxilinə keçmiş qida maddələrin lizosom fermentinin vasitəsilə həzm olunur. Bu da əksər heyvanlarda rast gəlinir. Çoxhüceyrəli heyvanlar təkamülündə qidalanma və həzm olduqca böyük əhəmiyyət kəsb edən uyğunlaşma qastral bağırsaq boşluğunun olmasıdır. Yadımızda saxlayırıq. Ümumilikcə, qaba yemlə qidalanan əksər məməli heyvanlarının azı dişləri qırışlı, bağırsağı uzun, mədəsi də bir neçə şöbədən ibarət olub. Gövşəyən cütdırnaqlı heyvanların mədəsi 4 kameralıdır. İşkəmbə, tor, qat-qat, qursaq. Qida əvvəlcə işkəmbə və tora düşür, daha sonra qat-qat və qursağa gəlir. Yəni qidanı əvvəlcə heyvan orqanizmi udur, işkəmbə və tora. Sonra sakit bir vəziyyətdə qida yenidən ağıza gəlir, çeylənir qaydanda, qat-qat və qursağa gəlir. Və qida həzmə uğramayan hissələr də anusdan xaricə atılır. Bu oldu həzm sistemi. Daha sonra canlıların tənəffüs orqanlarına baxırıq. Ümumilikcə bir hüceyrəli heyvanlar, ibtidai çoxhüceyrələrin əksəriyyətində bir qism hüceyrələr xarici mühitlə bilavasitə qazlar mübadiləsilə aparır. Əsasən bu bilavasitə olduğu üçün deyəcək ki, bədən tənəffüs edirlər. Yəni bütöv bədən səhti ilə tənəffüs edirlər. Onlar mürəkkəbləşdikcə bunların tənəffüs sistemi də mürəkkəbləşir. Hüceyrə tənəffüsü eykaryot canlılarda, mitoxondrilərdə oksigenin iştirakı ilə üzvü maddələrin oksiləşdirilməsidir. Hüceyrə tənəffüsü zamanı ayrılan karbon qazı tənəffüs orqanları vasitəsilə orqanizmdən kənarlaşdırılır. Ümumilikcə tənəffüs orqanlarına biz ağciyərləri və qəlsəmələri misal göstərə bilərik. Ağciyər və qəlsəmələrdəki qanla ətraf mühit arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır. Toxuma hüceyrələri ilə qan arasında gedən tənəffüs isə daxili tənəffüs adlanır. Və əlavə olaraq dəri tənəffüsü var ki, bu nəm dəri vasitəsilə həyata keçirilir. Buna da qurbağanı, yəni amfibiləri, bir də soxulcanı misal göstərə bilərik, qurtları. Dərinin nəm qalması selik ifraz edən vəzlərinin fəaliyyəti nəticəsində mümkün olur. Yəni buranmulların dəri kapilyar qan damarları ibarətdir. Yəni dəridə oksigenin kapilyar damarlara keçməsi, karbon qazının da damarlardan xaric olması, dərinin nəm olması sayəsində olur. Qəlsəmə tənəffüsü əsasən suda həll olmuş oksigendən istifadə edirlər. Bunlara da qurtlardır, malyuskulardır, xərçəkdir, neştərçədir, balıqdır, tənəffüs orqanları qəlsəmələrdir. Suda qurda yaşayanların sürfələri də qəlsəmələrlə tənəffüs edir. Qəlsəmə özü nazik epitel çıxıntılarından əmələ gəlmiş və qan damarları ilə sıx əhatə olunmuşdur. Yəni qəlsəmələr qan damarları ilə zəngindir. Qəlsəmə də xarici və daxili qəlsəmələr olur. Xarici qəlsəmələr saçaqlı və tüy şəklində olub orqanizmin ətraf mühitinə uzanır. Əsasən balıq sürfələrində 2 cür tənəffüslü balıqlarda, qurbağanın çömçə quyruğunda ilk tənəffüs daxili, yəni ilk tənəffüs xarici qəlsəmələrlə olur.
Birinci xarici qəlsəmələrlə. Daxili qəlsəmələrdə yəni qazlar mübadiləsi baş verir. Daxili tənəffüsə dəyirmağızlarda, qırdaxlı balıqlarda misal göstərə bilərik. Əsasən bunların qəlsəmə yarıqları birbaşa ətraf mühitə açılır. Sümüklük balıqlarda isə bu qəlsəmə qapağı ilə örtülür. Ümumilikcə tənəffüs başlayanda balıqlarda necə olur? Əvvəlcə qəlsəmə qapağı bağlanır. Ağız açılır və su ağıza daxil olur. Sonra ağız yumulur, qəlsəmə qapağı açılır və beləliklə su qəlsəmə yarıqlarını yuyur. Bu zaman suda həll olmuş oksigen qəlsəmə yarıqlarını bürüyən kapillyar damarlarına, karbon qazı isə qandan diffuziya yolu ilə suya keçir və çirklənmiş su qəlsəmə qapağının altından xaricə çıxarılır və beləliklə xarici tənəffüs tamamlanır. Daha sonra traxeya tənəffüsü. Traxeya tənəffüsü quruda yaşayan boğumayaqlarda, yəni cücülərdə və hörümçəklərdə traxeya tənəffüsüdür. Cücülərin əsasən döş və qarıncıq boğumunda hər boğumda 2 ədəd stigma adlanan nəfəsgahlar olur. Bir əvvəlinci, bir də sonuncu boğumda olmur. Nəfəsgahlardan hava traxeyalara daxil olur. Traxeyalarda şaxələnir, bütün orqanizmə nazik borcuqlara ayrılır. Həmin bu borcuqların içərisi maye ilə doludur. Qazlar mübadiləsi burada olan maye vasitəsilə həyata keçirilir. Boğumayaqlardan məsələn hörümçəklərdə, əqrəblərdə kitab şəkilli ağciyərlər və traxeyalarda mövcuddur. Yəni həm ağciyəri var, həm traxeyası var. Hörümçəklərdə traxeyalar bir cüt, əqrəblərdə 4 cütdür. Hər traxeyada bir tənəffüs dəliyi ilə xaricə açılır. Burada şəkilə diqqətlə baxırıq. Bu tritonun ağciyəridir. Bu qurbağanın ağciyəridir. Sürünənlərin ağciyəri, quşların ağciyəri, məməlilərin ağciyəri. Ümumilikcə məməlilərin ağciyərinin içərisində alveollar olur. Onu tapa biləcəksiniz. Sürünənlərin ağciyəri görürsüz paylardan ibarətdir. Qurbağanın ağciyəri bir fərqli quruluşa malikdir. Triton da ağciyəri bu uzun əvvəllər şarlar olur da. Baxın həmin şarlara oxşuyur. Quşun da ağciyərində qıraqlarda hava kisələri olur. Bu formada bunları yadımızda saxlaya bilərik. Ümumilikcə ağciyər tənəffüsü onurğalılarda, 2 cür tənəffüslü balıqlarda, yetkin qurbağalarda, sürünənlərdə, quşlarda, məməlilərdə rast gəlinir. Qurbağalarda həm ağciyər tənəffüsü var, həm də dəri tənəffüsü var. Quşlarda da əlavə olaraq hava kisələri var. Məsələn, ön hava kisəsi, bir də arxa hava kisəsi. Quşlarda buna görə 2 qat tənəffüs adlanır. 2 qat tənəffüs. Məməlilərdə yəni sırf ağciyərdir. Məməlilərdə havanın oksigen təqribən 20-25%-dən istifadə edir. Quşlar da 80-90%-nə qədər istifadə edə bilirlər. Tənəffüs zamanı orqanizmə lazım olan oksigen qana daxil olur və hüceyrələrə daşınır. Bitkilərdə tənəffüs necədir? Bitkilərdə tənəffüs əsasən yarpaqların üzərində olan ağızcıqların açılıb bağlanması nəticəsində qazlar mübadiləsi baş verir. Yosunlarda ağızcıqlar yoxdur. Qazlar mübadiləsində iştirak edən mərciməklər çoxillik ağaclarda, kol bitkilərinin gövdəsində olur. Mərcimək özü cansız hüceyrələrdir. Açılıb bağlanmaları ağızcıq hüceyrələrində olduğu kimidir. Yay aylarında açılır, qış aylarında isə qapalı olur. Bitki kökləri əsasən torpaqda olan havanın tərkibindəki oksigen ilə tənəffüs edirlər. Bataqlıq bitkilərində də qazlar mübadiləsini həyata keçirən hava kökləri olur. Daha sonra biz nəyə baxırıq? İndi canlılarda ifrazat orqanına baxırıq. Ümumilikcə bitkilərdə, baxın, maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric edilməsi ifrazat adlanır. Bitkilərdə ifrazat necə olur? Bitkilərdə xüsusi ifrazat orqanı yoxdur. Sadəcə bitkilərdə ifrazat məhsulları buxar şəklində ağızcıqlardan xaric edilir. Bu transpirasiya adlanır. Bəzilərində isə damcı şəkildə xaric olunur. Duz və digər maddələr, bu da qutasiya adlanır. Bitkilərin sintez etdiyi nektar və efir maddələri bitkilərin ifrazat məhsuludur. Nələri? Nektar və efir maddələri. Birhüceyrəli heyvanlarda ifrazat. Əsasən birhüceyrəli heyvanlarda ifrazat vakualı olur. Məsələn, infuzor tərlikdə. İfrazat vakualında ifrazat məhsulları toplanır.
Bu da vaxtaşırı partlayır və suda həll olmuş lazımsız maddələr hüceyrə membranı vasitəsilə xaricə çıxarılır. İbtidailərdə diffuziya və osmotik tənzimləmə ilə həyata keçirilir bu ifrazat. Məsələn, yığılıb açılan vakuollardır. İfrazat məhsulları yığılandan sonra partlayır və suda həll olmuş lazımsız maddələr membrandan kənarlaşır. Çox hüceyrələrdə, məsələn, süngərlərdə, bağırsaq boşluqlarda, bunlarda da xüsusi ifrazat orqanı yoxdur. Diffuziya yolu ilə bədəndən xaricə çıxarılır. Yastı qurtlarda protonefridal tipli ifrazat orqanı var. Soxulcanlarda metanefridal tiplidir. Malyuskalarda, həlqəvi qurtlarda əsasən böyrəklər var. Bu böyrəklər də metanefridilərə oxşuyur. Böyrəklərin kirpikli hüceyrələrində toplanan ifrazat məhsulları bir kanalla onun manti boşluğuna açılır və buradan kənarlaşdırılır. Boğumayıqlarda ifrazat orqanı da Malpighi borularıdır. Malpighi boruları. Cücülərdə əlavə olaraq Malpighi borularından əlavə Pighi simcikləri də olur. Çay xərçəngində də bir cüt yaşıl vəzlərdir. Hörümçəklərdə də Malpighi boruları və xüsusi vəzlərdir. Bunun digər adı koksal vəzlər adlanır. Onurğalarda ifrazat. Məsələn, bu balıqların böyrəkləridir. Bu da suda quruda yaşayanların, bu quşların, bu da insanın ifrazat orqanıdır. Ümumiyyətcə biz burada nəyi bilməliyik? Şirin su balıqlarının əksəriyyətinin bədəninin üzəri pulcuqlarla örtülüdür. Şirin su balıqlarının bədənində olan təzyiq mühitin təzyiqindən yüksəkdir. Deməli, mühitdə təzyiq aşağıdır. Əsasən şirin su balıqlarında osmotik təzyiq bədən səthindən və gəlsəmələrdən daxil olan su nəticəsində tənzimlənir. Şirin su balıqları heç vaxt su içmir, amma çoxlu sidi ifraz edirlər. Bədəndə itirilən duzların yerini gəlsəmələr vasitəsilə sudan alınan duzlar bərpa edir. Duzlu su balıqlarının bədəndəki təzyiq suyun təzyiqindən aşağıdır. Yəni, duzlu su balığındakı ətrafındakı təzyiq bədəndəki təzyiqdən yuxarıdır. Çünki bədəndə təzyiq aşağı olur. Əsasən ona görə də bunların bədənindən su itkisinin baş verməsi mümkündür. Duzlu su balıqları daima dəniz su içir, çoxlu miqdarda duz qəbul edir. Duzun artığı gəlsəmələrdə xüsusi hüceyrələr vasitəsilə xaric olunur. Duzlu su balıqları çox az miqdarda sidi ifraz edirlər. Onların bədənlərində ammoniakın çox hissələri gəlsəmələr vasitəsilə xaricə çıxarılır. Daha sonra ümumilikcə bəzi heyvanlarda bəzi proseslər uyğunlaşıb. Məsələn, bəzi heyvanlar su içmədən yaşaya bilirlər. Buna dəvələri misal göstərə bilərik ki, dəvələrin güvənlərində pi oksiləşməsi metabolik suyun yaranmasına səbəb olur. Onların digər bir uyğunlaşması da böyrəklərdən suyun geriyə sorulmasını təmin edən kanalların uzun olmasıdır. Bunun nəticəsində geriyə daha çox su sorulur. Ərəbistanda yaşayan səhrə heyvanlarından biri Ərəbistan antilopu suya olan tələbatının 80%-ni yediyi qidada, 14%-ni də metabolik su ilə ödəyir. O heç vaxt tərləmir. Çox isti olanda bədən temperaturu 37 Selsidən 40 Selsiyə qədər qalxır. Hava soyuduqda isə yenidən 37 Selsiyə edir. Artıq su itkisinin olmaması üçün ifrazatı çox qatı olur. Daha sonra canlılarda çoxalma. Çoxalma özü qeyri-cinsi və cinsi çoxalma olmaqla ikiyə ayrılır. Qeyri-cinsi çoxalmaya sporlar, tumurcuqlanma, fraqmentasiya, şizogoniya, vegetativ. Yəni qeyri-cinsi çoxalmada cinsiyyət hüceyrələri iştirak etmir. Cinsi çoxalmaya iki qat mayalanma, partogenez iki cins hüceyrənin iştirakı ilə. Qeyri-cinsi çoxalmada dedik cinsiyyət hüceyrələri iştirak etmədi, sürətli çoxalmadır. Dişi və erkək cinsiyyət hüceyrəsi yaranmır, mayalanma getmir, əksər yeni nəsildə müxtəliflik nəzərə çarpmır, təkamüldə əhəmiyyəti azdır, fərdlər dəyişkən ətraf mühit amillərinə qarşı davamsızdır. Yeni gələn fərd ana fərdə daha çox oxşuyur. Cinsi çoxalma əsasən özünün 3 forması var qamet hazırlamağa görə. İzoqamiya qametləri qamçılı və eyni ölçülüdür. Buna misal olaraq yosunları misal göstərə bilərik. Qametləri qamçılı və eyni ölçülü. Anizoqamiyada qametlər oxşar quruluşludur, müxtəlif ölçülüdür. Bunlar da çılpaq toxumlular və örtülü toxumlulara aiddir.
Oogamiyada erkək qametlər kiçik, qamçılı, dişi qametlər iri qamçısızdır. Buna parfifora, laminariya yosunudur, qıcılardır, mamırlardır, bunları misal insandır, bunları misal göstərə bilərik. Deməli, izoqamiyada qametləri qamçılı və eyni ölçülü, buna əksər yosunlar. Anizoqamiyada müxtəlif ölçülüdür qametlər, amma oxşar quruluşludur. Bu çılpaq toxumlu, örtülü toxumlu. Oogamiyada erkək qametlər kiçik qamçılı, dişi qametlər iri qamçısızdır. Bunlara da mamırlar, qıcılar, porfifora, laminariya yosunu, bir də insan orqanizmi aiddir. Maylanmadan sonra zigot yaranır. Zigot həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Cinsi çoxalmada erkək və dişi qametlərin iştirakı ilə gedir. Qametlər meyoz bölünmə ilə yaranır. Bitkilərdə həm meyoz, həm də mitoz bölünmə yolu ilə əmələ gələ bilər. Zigot yaranır, təkamülə səbəb olur. Alınan fətrlər ətraf müdamillərinə davamlı olur, yavaş gedən prosesdir. Konjugasiya cinsi prosesdir. Bu prosesdə iştirak edən fərdlərin çoxalmasıdır. Ancaq onların orqanizm nüvələrinin yerdəyişməsi nəticəsində yeni xüsusiyyətlər qazanır və yeniləşir. Nəsil növbələşməsi ilə gedən çoxalma bəzi bir hüceyrələrdə və sporlu bitkilərdə olur. Yosunlardan porfiforiya, bir də laminariyadan nəsil növbələşməsi gedir. Yadınızda saxlayın. Partogenez çoxalma əsasən mayalanmamış yumurta hüceyrədən orqanizm inkişaf edir. Məsələn, yetkin ara arı ilə kraliçə ana arının mayalanması yetkin ana arı spermatozoid verir, kraliçə ana arı yumurta hüceyrə verir. Bunların mayalanmasına zigot yaranır. Zigotdan ana arı ilə işçi arı əmələ gəlir. Amma kraliçə mayalanmamış yumurta hüceyrədən birbaşa inkişaf edən fərd erkək arıdır. Bu da olur partogenez. Çılpaq toxumlarda da cinsi çoxalma, bu da erkək və dişi qozalarda müşahidə olunur. Tozlanma və mayalanma nəticəsində toxum əmələ gəlir. Çiçəkli bitkilərdə də 2 qat mayalanma, bunu digər dərslərdə keçmişik. 2 sperm iştirak edir. Əsasən bir də yumurta hüceyrə iştirak edir. Bunun nəticəsində də spermlə yumurta hüceyrə birləşib zigot əmələ gətirir. Spermlə mərkəzi hüceyrə birləşib endospermi əmələ gətirir. Onurğalı heyvanlarda da cinsi çoxalma, erkək qamet spermatogenez, spermatozoid, dişi qamet yumurta hüceyrə verir və onların mayalanması nəticəsində zigot yaranır. Zigot da bölünür, blastomer əmələ gətirir, inkişaf edib rüşeymə çevrilir. Embrional inkişaf mayalanmadan sonra xaricə qoyulan yumurta hüceyrəsində gedir, quşlarda, əksər sürünənlərdə, yumurta qoyan məməlilərdə. Embrional inkişaf ana orqanizmdə başlayır, xaricdə tamamlanır kisəlilərdə. Embrional inkişaf bütövlükdə ana orqanizmdə tamamlanır plasentalı məməlilərdə. Zigot yeni orqanizmə başlanğıc verir. Daha sonra canlılarda qıcıqlanma, ümumilikcə burada, məsələn, pəncərəyə qoyulmuş dipcəkdəki bitkinin, yarpağın, gövdənin işığa doğru çevrilməsi, günəbaxanın çiçək səthinin günəş arxasında gəzməsi, küstün bitkinin yarpaqlarına toxunan kimi bükülməsi bu tropizm adlanır. Tropizm xarici amillərin təsirinə qarşı bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bəs taksis nədir? Mamır və qıclarının spermatozoidləri yumurta hüceyrənin ifraz etdiyi maddəyə doğru üzür. Bu da taksisə misaldır. Əsasən bunlar da taksis adlanır. Bir hüceyrəli heyvanlarda da qıcıqlanma var. Bir hüceyrəlilər eyni zamanda əksər çox hüceyrələr kimi qıcıqlanırlar. Yenə bu da taksisdir. Yəni taksis nədir? Xarici qıcığa cavab olaraq hüceyrənin bütöv orqanizminin istiqamətlənmiş yerdəyişməsidir. Yəni bütöv orqanizm yerdəyişmədir. Çox hüceyrəli heyvanlarda da qıcıqlanma refleks adlanır. Orqanizmin xarici mühit amillərinin təsirinə qarşı cavab vermə reaksiyasıdır. Bu da oldu refleks.